Onun əsas əlamətləri, üzü nurlu və gənc görünər, lakin yaşı 44-ə yaxındır. Ya sağ, ya da sol yanağında xal olacaq, boyu hündürdür saqqalında, çənə hissədə fərqlilik var, rəng ayrılığı kimi evlərdə baş verənləri, insanların geyimlərini biləcək, bu məhrəmdir, bir peyğəmbərə yaraşmayan hərəkətdir. İnsanlara hər gecə oxunmuş su içirdər, əvvəlcə balaca toplumu, sonra böyük bir cəmaatı olar, əvvəllər imam zamandan bəhs edər, sonra seçilmiş kəlmələri ilə insanları sonuncu imamdan soyudub ayırar, öncə özünə bir heçəm deyər, sonra peyğəmbər, sonra ilah. Bir gün bir fitnəkar çıxacaq kasıb təbəqə kimi. Öncə gənc və hündür qamətli. Uzun illər insanlara Allahdan və Qurandan, böyük sirlərdən bəhs edəcək. Yüzü nurlu və alnı açıq, yanağında gözlə görünən xal olacaq. Saqqalının çənə hissəsində fərqlilik olacaq. Ya ağ saqqal içində qara, ya qara saqqal içində ağ. İnsanlara qeyri-adi batin aləmlərdən, seçilmişliklərdən bəhs edərək tora salacaq. Onlara oxunmuş su içirəcək. Evlərinə şeytani varlıqları göndərib rəhmani varlıq olduğuna inandıracaq. Suyu hər gecə onlara içirəcək. İnsanlar hər bu sudan içdikcə şeytana kölə olacaqlar hiss etmədən. Hamının ürəyinə seçilmişlik arzusu salacaq. Bəzən mahnılar deyəcək, güləcək, güldürəcək. İnsanları başına topalayacaq, onlara bir gözdən baxacaq. İnsanlar onu bir pəncərə önündə oturmuş kimi izləyəcək. Yəni əvvəlcə balaca bir topluma, cəmaatı olacaq, daha sonra bu cəmaat günü-gündən çoxalacaq. Onları dindar kimi aldadacaq. Əslində həqiqətləri deyəcək əvvəl, daha sonra insanları elə bir oyunlarla aldadacaq ki, insan topluluğu artıq onun aşkar yalanlarını da həqiqət kimi qəbul edəcək. Səmada öncədən hazırladıkları oyunları sanki gələcəkdən xəbər verilmiş kimi insanlara əvvəlcə xəbər verəcək. Sonra həmin hazırladıkları oyunu göy üzündə göstərərək insanların gözlərini, qulaqlarını dolduracaq. Arxasında şeytani varlıqlar dayanacaq. İnsanların evlərində baş verənləri, onların söhbətlərini dinləyib onlara xəbər verəcək. İnsanlar isə onun peyğəmbər olduğuna inanacaq. Sonra zaman keçdikcə özünü Məsih kimi təqdim edəcək. Dünyada vəziyyətin gərginləşdiyi bir dövrdə isə saxta möcüzələri ilə özünü ilah elan edəcək. İnanmayanlara və Allahın insan gözü ilə görünməyəcəyinə əmin olanlara, imamın gələcəyindən ümidini üzməyənlərə müjdə olsun. Çünki qələbə əsl peyğəmbərin və imam zamanın olacaq. Allah zalımlara lənət eləsin.